Hansı sənə daha çox uyğundur? Gəlin bunu tapmaq üçün kiçik bir oyun oynayaq. Birazdan ekranda bir neçə seçim görəcəksiniz. Hər biri üçün sadəcə sizə ən yaxın olanını seçin. Bu testdə düzgün və ya səhv cavab yoxdur. Hazırsınız? Başlayaq. İlk sual. Kənd ya şəhər həyatı hansı ruhunuza daha yaxındır? Növbəti sual. Səhər tezdən oyanansınız ya gecə geç saatlara kimi oyaq qalan? Hansında özünüzü daha yaxşı hiss edirsiniz? Üçüncü sual yeməklə bağlıdır. Acılı yeməklərlə aranız necədir? Sevirsiniz yoxsa yox? Yaxşı, bəs bunlardan hansını daha çox sevirsiniz? Kofe ya çay? Fəsillərdən bəs hansı daha çox xoşunuza gəlir? Soyuq qış ya isti yay? Gəlin planlama haqqında düşünək. İşlərinizi əvvəldən planlayansınız, yoxsa spontan yaşayıb hadisələri axarına buraxan? Enerjinizi hardan alırsınız? Evdə dincəlməyə üstün tutursunuz, yoxsa gəzintiyə çıxıb yeni yerlər kəşf etməyi sevirsiniz? Gəlin indi də pulla davranışınızdan danışaq. Pul yığmağı sevən birisiniz, yoxsa xərcləməyi daha çox sevirsiniz? Klassik suallardan biri. Pişikləri sevirsiniz ya itləri? Sevimli heyvanınızı seçin. Növbəti sual istirahət tərzi ilə bağlıdır. Hansını daha çox sevirsiniz? Çimərliklərdə istirahəti, yoxsa meşə və dağlarda dincəlməyi? Boş vaxtınızda nə izləməyi sevirsiniz? Film yoxsa serial? Ünsiyyət qurmağı sevən söhbətçil birisiniz, yoxsa daha çox müşahidə edən sakit biri? Həmişə tələskən sürətli gəzirsiniz, yoxsa yavaş-yavaş? Həyəcan sevən, risk edən birisiniz, yoxsa təhlükəsizliyi üstün tutan ehtiyatlı davranan biri? Və son sual. Əyləncə seçiminiz nədir? Komediyaya üstünlük verirsiniz, yoxsa qorxu filmlərini sevirsiniz? Suallarımız bitdi. Oyun necə idi? Əylənə bildiniz? Hansı seçimləri etdiniz? Seçimlərinizdən bəzilərini eşitməyi çox istərdim. Hər zaman fərqliliklərimizi görmək çox maraqlıdır. Rəylərdə fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Əyləndinizsə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.